Dubai Marinada kanal və okean mənzərəsi olan Marina Volka birbaşa çıxışı olan, yanında məscidin də yerləşdiyi, özünə məxsus liftin olduğu 600 kvadrat metrlik penthouse'u sizlərə təqdim edirəm. Penthouse'umuz 600 kvadrat metr. Bütöv bir mərtəbəni əhatə elədiyi üçün qərara gəldim ki, mən yeriyim. Siz də mənim arxamda bu gözəl penthouse izləyin. Mənzilin qonaq otağından mətbəx hissəsini keçdik. Geniş bir mətbəx ərazisi. Koridor hissəyə davam etdikcə sağda bir yataq otağımız, daxilində hamam otağı, ofis otağımız, qarşısında sanuzel hissəsi, digər bir yataq otağı, makyaj stolu, daxilində hamam otağı, gördüyünüz kimi yatağı yerləşir. Buradan isə davam edirik digər yataq otağının olduğu bir əraziyə, eyni qaydada makyaj stolu, hamam otağı, oturma sahəsi, geniş bir yatağı və eyvana çıxışı mövcuddur. Orada da ofis stolu. Davam edək digər yataq otağına. Digər yataq otağımızın həmçinin daxilində hamam otağı var. Buradan isə yataq otaq hissəsini görə bilərsiniz və davam edirik. Penthouse'umuzun istirahət hücrəsinə burada barbekü ərazisi və oturma hissəsi mövcuddur. Buradan isə 3 eyvanından bütün marinanı izləyə biləcəyiniz geniş salon hissəsinə gəlirik. 8 milyon dollara Dubayda bu penthouse almaq üçün mənimlə əlaqə saxlayın. Əgər ala bilməsəniz də ən azından videonu bəyənib paylaşmağı unutmayın.